Salam aleyküm. İlk növbədə milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Bir daha Azərbaycan güləşçiləri göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bugün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir. Bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə ki, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu, onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə idmançıları. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman ümumiyyətcə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər əlbəttə ki, hamımızı sevindirir. Federasiya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Vaxtilə bugün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını mən özüm izləmişəm. Həm Bakıda, həm olimpiya oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax, belə nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir. O da Azərbaycan idmanının uğurları. Əlbəttə, indi federasiya işini bundan sonra da təkmilləşdirəcək və xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün, çünki bölgələrdə bugün həm olimpiya idman kompleksləri var hər bir yerdə, eyni zamanda güləş zalları. Ona görə bu seleksiya işi əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək. Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur, amma idmanda hər şey mümkündür. Əsas odur ki, qələbə əzmi idmançılarımızda çox güclüdür və bir daha ölkəmizin
ümumi inkişafını əks etdirir. Bugün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız o cümlədən idman uğurları ilə fəxr edir. Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu 30 ilə yaxın müddət ərzində əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, ardıcıl şəkildə uğurlarımızın davam etməsi və gənc nəslin yetişməsi hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bugün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur. Əminəm ki, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, daima Azərbaycan xalqı idman yarışlarına baxanda sevinç hissləri keçirsin. Və əlbəttə ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür. Çox böyük beynəlxalq yarışlar keçirmişik. Həm Avropa oyunlarını, həm İslam həmrəlli oyunlarını. Bunlar demək olar ki, yay olimpiya oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirtmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana dövlət tərəfindən qayğı, idmançılara qayğı bu dövlət siyasətidir və əminəm ki, idmançılar da bunu görür və hiss edir. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Cənab Prezident, ilk növbədə dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün Sərbəst Güləş Milli Komandası adına sizə təşəkkürlərimizi bildiririk. Avropa çempionatında layiqincə ölkəmizi təmsil etdik. Ardıcıl ikinci dəfədir. Avropa çempionu olur komandamız və sizin bizi qəbul etməyiniz bizim məsuliyyətimizi daha da artırır. Bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələn edəcəm ki, gələcəkdə qızıl medalla qarşınıza çıxın. Cənab Prezident, ilk növbədə sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu mənim ümumilikdə 4-cü qızılım idi və yarış həqiqətən də çox çətin keçdi. Azərbaycan-Yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. 4 qat Avropa çempionu kimi və sizə bizi belə dəstəklədiyiniz üçün, bizə göstərdiyiniz diqqət və qayğı üçün sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun. Cənab Prezident, bugün burada çıxış etmək mənim üçün böyük bir şərəfdir. Mən sizinlə 4 il bundan qabaq da görüşdə iştirak etmişdim. 23 yaşadakı güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə qarşınızda böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. У нас команда многонациональная и Komandamız çoxmillətlidir. пока еще знаю, Hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir. поэтому хотел бы еще Ona görə də rus dilində bir neçə söz demək istərdim. еще раз поздравить всех. Bir daha hamını təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. И, конечно говоря, Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim. Həm Yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni, bu çox əhəmiyyətlidir. то есть это очень важно.
А что касается девушек, я тоже рад, что они Qızlara gəldikdə, onların da medalçılar arasında olmalarına çox şadam. это тоже говорит о том, что Bu, молодое qızlar поколение arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. также проявляет большой интерес к борьбе. Я Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar. золотые медали, я в этом не сомневаюсь. Mən buna şübhə etmirəm. Могло бы быть и больше медалей. Qızlar arasında medalçılar daha çox ola bilərdi. Повезло, где-то, может быть, Amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu. Lakin bu mühümdür. Çünki həm sərbəst, həm Yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir. Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam. Hamı vahid ailə kimi bir-birinin qələbəsinə sevinir və bu çox qiymətlidir. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. История знает много примеров, когда большие спортсмены, чемпионы Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Вот у нас такого не было, на моей памяти как минимум. Bizdə isə artıq dediyim kimi ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə belə hallar olmayıb. Медали, чтобы вот чемпионы, призеры в обществе, в Bu çox vacibdir. коллективах, где Medallardan heç də работают az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar. Həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. чемпионов, Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın, Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. они болеют за своих Dediyim kimi, vaxtı ilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm. традиций. Bugün isə onlar öz tələbələrini azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. В истории Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu bizi daha da yaxınlaşdırır. это еще больше сближает. И даже когда бывают судейские ошибки или же несправедливости, Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə ləyaqətli davranışı qorumaq həmişə vacibdir. потому что иногда бывает Çünki bəzən qərəzlilik olur. Biz bunu Azərbaycan idmançılarına qarşı yalnız güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. на европейских соревнованиях. Вот интересно, Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. на чемпионатах мира. Ну, наверное, потому что Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. европейские страны